İranla Amerika arasında olan müzakirələrin həqiqəti nədir? Ali məqamlı rəhbər deyir, mən başqa fikirdəydim. Bu müzakirələr yaxşıdır, yoxsa mənfi? Həqiqət nədir? Gəlin bir yerdə araşdıralım. Salam əleykum əziz və hörmətli izləyicilər. Hamınızı salamlayıram. Bu Məhərrəm ayı münasibəti ilə də sizlərə yenidən başsağlığı deyirəm və ümid edirəm ki, əzadarlıqlarınız və ibadətləriniz ali dərəcədə Allah Taala'nın huzurunda qəbul olmuş olsun. İranla Amerikanın müzakirələri və o müzakirələr haqqında keçmişdə bir söhbətim olmuşdu neçə gün öncə və çoxlu suallar ünvanlanırdı və şübhələr ünvanlanırdı və mən də üzr istəyirəm gec cavab verdiyimə görə səhhətimlə əlaqədar bir problem var idi ki, onlara cavab verə bilmirdim. Birinci məsələ budur ki, deyirlər ki, bəs müzakirə və bu memorandum əgər müsbətdirsə və mənim o qeydlərimdə və söhbətimdə onu müsbət anlamında biz təfsir etmişiksə, niyə ali məqamlı rəhbər deyir ki, mən prinsipə əsasən başqa fikirdəydim və belə bir söhbət çıxır ki, yəni bu mənfidir və belə deyirlər ki, bu müzakirələr və bu memorandum ümumiyyətlə xəyanət idi, hətta belə qələmə alırlar bəziləri və ali məqamlı rəhbəri zəiflətmək istəyirlər və bir yalnız heç kim onun sözünə qulaq asmayan və aciz bir rəhbər obrazını yaratmaq istəyirlər və deyirlər ki, rəhbər tək qalıb, heç kim onun sözünə qulaq asmır, doktor Qalibovla doktor Pezeşkiyan birləşiblər, ağanın sözünə qulaq asmadan xəyanət edirlər və belə bir sözlər ki, hamınız onun şahidi olubsunuz. Və sübutlar da nədir? Sübutları ali məqamlı rəhbərin Ayətullah Seyyid Mustafa Xamenei ağanın söhbətidir ki, buyurmuşdu, mən prinsipə əsasən başqa fikirdəydim. Baxın, ümumiyyətlə istəsək ki, izah edək və əgər istəsək ki, başa düşək, əlhəmdülillah, çox şükürlər ki, ağanın söhbətin çox da təfsir etməyə ehtiyac yoxdur. Ağanın söhbəti qısa, qəti və aydındır. Yəni, heç kəs ondan qəribə və çox qeyri-adi bir təfsirlər eləyə bilməz. Və ümumiyyətlə, rəhbərin sözün başqa yerə yozmaq da bizim işimiz olmayıb və həmişə rəhbərin sözün necə olubsa elə də qəbul etmişik. Başqaları olublar ki, rəhbərin söhbətlərini həmişə başqa yerlərə təfsir ediblər. Xəbəriniz olduğu kimi İran və Amerika prezidentləri arasında bir memorandum imzalanmışdır. Bu mərhələyə çatmaq yolunda məsul şəxslər xeyirxahlıq və xoş niyyətlə çoxlu səylər göstərdilər. Əlbəttə, bu işin həyata keçməsi üçün müxtəlif vasitələrdən istifadə edən məhz çıxılmaz vəziyyətdə qalan Amerika prezidenti idi. Mən prinsip etibarilə başqa bir fikirdəydim, lakin hörmətli prezidentin Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair mənə verdiyi öhdəlik və bunun məsuliyyətini açıq şəkildə öz üzərinə götürdüyünü bəyan etməsi səbəbilə buna icazə verdim. O həmçinin açıq şəkildə bildirmişdi ki, Amerika tərəfi əlavə tələblər və ya həddini aşan istəklər irəli sürərsə, onlar bunu qəbul etməyəcəklər. Bu andan etibarən biz, yəni siz şərəfli xalq və bu aciz xidmətçiniz qeyd olunan şərtlərin həyata keçməsini gözləyəcəyik. Lakin aydındır ki, gələcəkdə baş tutacaq üzbəyüz danışıqlar düşmənin mövqeyinin qəbul edilməsi mənasına gəlmir. Baxın, qısa, konkret, aydın və çox şəffaf bir mesajıdır. Mesajın birinci hissəsində buyurur ki, İran və Amerika prezidentləri arasında bir memorandum imzalanmışdır. O kəslər ki, deyirlər ki, bu memorandum ümumiyyətlə etibarlı deyil. Onlar ki, deyirlər, bu memorandum ümumiyyətlə biz qəbul etmirik. Baxın, ali məqamlı rəhbər bunu icazə verdiyini deyir və burada deyir ki, İranla Amerika prezidentləri arasında olan bir memorandumdur. Yəni iki prezident arasında bu memorandum imzalanıb. Yəni iki xalq arasında, iki dövlət arasında imzalanmayıb. Yəni o ki deyirlər təslim oldu İran. Onlar ki deyirlər ki doktor Ərəziyev təslimnamə imzaladı. Onlar ki deyirlər xəyanət oldu, ölkəni təslim etdilər. Bundan da nəqz olunur. yəni sülh imzalanmır. Amerika ilə İranın düşmənçiliyi aradan getmir. İranın anti-imperializm mübarizəsi dayanmır. İranın Amerika ilə problemlər dayanmır. Sadəcə bu müharibə burada, bu iki prezident arasında imzalanan bir memorandumun əsasında dayandırılır. O xəyanət oldu, ölkəni satdılar,
təslim oldular obrazı elə burada da tam şəkildə məhv olur. Bu mərhələyə çatmaq yolunda məsul şəxslər xeyirxahlıq və xoş niyyətlə çoxlu səy göstərdilər. Məsul şəxslər kimlərdir? Hamı aydın bilir də ki, ağa da orada qeyd edib ki, doktor Pezeşkiyandır başda. İran İslam Respublikasının prezidenti olaraq. Xain adı deyənlər, satqın adı deyənlər, bilmirəm, müxtəlif töhmətlərlə qələmə alanlar, hamısı baxsınlar ki, ağa burada həmən şəxsləri dəstəkləyir və deyir ki, o şəxslər xeyirxahlıq və xoş niyyətlə, satqınlıq yoxdur burada, alçaqlıq yoxdur burada, xəyanət yoxdur, xoş niyyətlə. Yəni xoş niyyətlə, öz vətənlərinə, öz ölkələrinə xidmət eləmək niyyəti ilə, onlar əskərlik etmək niyyəti ilə bu ölkəyə, bu dövlətə, bu İslam Respublikasına xidmət etmək məqsədi ilə çoxlu səylər göstərdilər bu məsələdə. Əlbəttə, bu işin həyata keçməsi üçün müxtəlif vasitələrdən istifadə edən məhz çıxılmaz vəziyyətdə qalan Amerika prezidenti idi. Burada Donald Trump'ı aşağılayır ki, o siyasi istifadə eləməyə icazə vermir ona ki, ağanın bu mesajından məbada nəsə çıxardıb siyasi istifadə etsin özü üçün ki, çox da qəzəblənmişdi ağanın bu söhbətdən. Dərhal da fikir bildirmişdi ki, xeyr, mən heç də aciz vəziyyətdə qalmamışdım, İranlılar aciz vəziyyətdə qalmışlar. Burada düşməni də aşağılayır ağa. Sonra buyurur ki, mən prinsip etibarilə başqa fikirdəydim. Baxın, prinsip etibarilə. Prinsip nədir? Mən Telegramda kanalımızda da bir səs faili atmışdım, orada da izah etmişdim. Prinsip budur ki, bizim düşüncəmiz və bizim əqidəmizin prinsipi budur ki, düşmənlə mübarizədir, hegemonla mübarizədir, imperializmlə mübarizədir, siyonizmlə mübarizədir, yer üzündə haqq və ədaləti bərpa etməkdir. İmam Zaman ağanın Əcəllallahu Teala Fərəcəhuş Şərifin zuhuruna zəmin yaratmaqdır, zülmü yer üzündən yox edib ədaləti bərpa etmək və bunların hamısı bizim prinsipdir. Və bizim də imamımızdır, qeybət dövründə bizim imamımızdır və fəqihimizdir, bizim ağamızdır, bizim başçımızdır. Bu prinsiplərin və bu yolun bayrağı da bu şəxsin əlindədir. Və bu prinsiplərə əsasən buyurur ki, mənim fikrim başqaydı. Bu prinsiplərə əsaslanaraq buyurur ki, mən bu məsələ ilə başqa bir fikirdəydim. Və bu başqa fikirdəydim demir ki, mən müxalif idim. Baxın, demir ki, mən başqa bir fikirlə qəti müxalifət arasında çox böyük fərq var da. Mən bunu qeyd etmişdim. Məsəl üçün, kimsə indi Bakıdan Astaraya getmək istəyir. İndi 3 yol var. Məsəl üçün, bir yol əsli yoldur və 2 qıraq yollardır. Hər üçü də eyni məqsədə gedir. Hər üçü də eyni hədəfə gedir, Astaraya gedir hər üçü də. Amma biri bu yoldan gedir, biri başqa yoldan və digəri də başqa yoldan. Yəni, ağac buyurur, mən başqa fikirdəydim. Bu qələbəni təsbit etmək üçün, bu qələbəni və bu müharibədə olan şanlı qələbəni təsbit etmək üçün ola bilər ki, ağanın fikri başqaydı və Milli Təhlükəsizlik Şurasının fikri başqaydı. Amma bu o demək deyil ki, ümumiyyətlə dibindən, yəni köklü şəkildə müxalifət var idi. Xeyr, müxalifətin olmağı ilə fikrin başqaydır arasında böyük fərq var. Başqa bir fikirdəydim. Məsələn, ağa kim gözləyirdi ki, ağa gəlib desin ki, bəli, mən bu danışıqlardan dəstəkləyirəm və mənim tapşırığımla həyata keçib. Baxın, bu söhbət ümumiyyətlə olmamalıydı. Yəni, bizim tədbirli, bizim hikmətli və bizim müdrik rəhbərimiz təbii ki, bir çıxış etməməlidir və belə də çıxış etməlidir. Yəni, bundan başqa bir gözlənti də yox idi. Əgər ağa çıxıb desəydi ki, bəli, mən dəstəkləyirəm bu danışıqlardan, əmin olun ki, dəqiqələr keçmədən Donald Trump o tərəfdən bir Twitter qoyacaqdı və deyəcəkdi ki, baxın, İran rəhbəri də özü də etiraf edir ki, onlar yalvarıb gəldilər danışıqlara və rəhbərimizə qarşı nalayiq sözlər və lüğətlərdən istifadə edərək aşağılamaq istəyəcəkdi. Bu, düşmənə olan bir zəifli bir mesajı ola bilərdi. Növbəti məsələ, İran daxilində xalqın arasında ki, bəziləri düşünürdülər ki, müzakirə olmamalıdır və belə bir düşüncədədirlər. Onlar ola bilərdi ki, burada başqa bir fikir ayrılıqları səbəbindən olsun və ən əsas da, ən mühüm də düşmənə bu mesajı çatdırır ki, bax, İranda belə bir qərar yoxdur ki, İranda belə bir rəğbət və belə bir həvəs və belə bir maraq yoxdur ki, gəlib sizinlə danışsınlar və zəifliyi göstərmir. Yəni, düşmənə göstərir ki, bax, biz müharibəni davam elətdirmək istəyirik. Bu mesajı da davam çatdıra bilər də olsun. Siyasi iradəmiz də var onun üçün, resurslarımız da var onun üçün, qərarımız da var, hətta meylimiz də var, həvəsimiz də var, yorulmamışıq, ruhdan da düşməmişik və
Biz bu danışıqlara çox da bel bağlamamışıq. Düşmənə gərək də belə bir düşüncə və belə bir mesaj çatdırılsın ki, o bu danışıqlardan sui-istifadə etməsin. Buyurur, lakin hörmətli prezidentin Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi öz adından və digər üzvlər adından İran xalqının və müqavimət cəbhəsinin hüquqlarının qorunacağına dair mənə verdiyi öhdəlik və bunun məsuliyyətini açıq şəkildə öz üzərinə götürdüyünün bəyan etməsi səbəbilə buna icazə verdim. Baxın, çox mühümdür burada. Ağa buyurur ki, mən Ali Milli Təhlükəsizlik Şurasının sədri ki, prezidentdir və digər üzvlər tərəfindən mənə söz verildi ki, İran xalqının və müqavimət cəbhəsinin bütün hüquqları qorunacaq bu danışıqlarda və bütün bu hüquqlar qorunacaq deyə mənə söz verdilər və mən də icazə verdim bu danışıqlara. O zəif rəhbər, aciz rəhbər, rəhbərə məcbur etdilər bunu qəbul etməyə deyənlərə bu bir cavabdır. Rəhbər yuxarıdan buyurur ki, mən icazə verdim. Zəif bir rəhbər obrazı yoxdur burada. İcazə verib, söz alıb, öhdəlik alıb onlardan və deyib ki, baxın bunlar qorunacaqsa mən icazə verirəm və icazə verilir və danışıqlara gedirlər. Bu nə deməkdir? Xəyanət yoxdur. Niyə? Çünki ağanın tapşırığına əsasən İran xalqının və müqavimət cəbhəsinin hüquqları qorunur və rəhbər yuxarıdan olaraq lütf eləyib, ağalıq eləyib, bunlara icazə verib ki, bunlar getsinlər bu danışıqlara və İran xalqının hüquqlarını tələb etsinlər. Mən o hamısının bəndlərin dəqiqliyinə qədər oxudum da, xatırlasaz və izah etdim hamısının ki, nə oldu. Orada hansı bənd də kim deyə bilər ki, burada İranın hüquqları qorunmuyor. Hansı bənd də kimsə deyə bilər ki, burada Amerikanın xeyrinə yazılıb, ya İranın ziyanına yazılıb, ya burada bəndlərin özündə hansı xəyanət var? Mən ümumiyyətlə bunu başa düşmək istəyirəm ki, o bəndlər də çıxıb çölə və o bəndlərin hansından, o memorandumun hansı bəndindən kimsə bir xəyanət, acizlik, zəiflik, ya Amerikanın xeyrinə olan bir mövqe görür ki, xəyanət adlandırırlar. Və xəyanət adlandırılmağın da nə olacağını çatacağım ağanın bu bəyanatın izah edəndən sonra. O həmçinin açıq şəkildə bildirmişdi ki, Amerika tərəfi əlavə tələblər və ya həddini aşan istəklər irəli sürərsə, onlar bunu qəbul etməyəcəklər. Yəni bu bəndlərdən, o 14 bənddən əlavə bir istəklər olarsa, əgər Amerika bunlardan əlavə, yəni bu memorandumdan kənara çıxıb əlavə bir şeylər danışmaq istəyirsə, orada tapşırıq verib rəhbərimiz ki, qəbul etməyəcəklər. Bu andan etibarən biz, yəni siz şərəfli xalq və bu aciz xidmətçiniz qeyd olunan şərtlərin həyata keçməsini gözləyəcəyik. Rəhbər burada xalqa müraciət edir və deyir ki, biz xalq olaraq İran xalqına deyir, gözləyəcəyik o bəndlər və o qeyd olunan şərtlər həyata keçsin. Yəni rəhbərin özünün də rəğbəti var ki, onlar həyata keçsin. Niyə? Çünki o bəndlərin hamısı İranın xeyrinə yazılıb. O bəndlərin hamısı yuxarıdan aşağı Amerika tərəfə təhmil olunub və Amerika tərəfə məcbur olunub onlar. Və rəhbər də buyurur ki, xalq olaraq gözləyəcək ki, o bəndlər həyata keçsin, o şərtlər həyata keçsin. Rəhbərin özü də o şərtlərin həyata keçməsini burada istəyir və deyir ki, xalqla birgə oturub onu gözləyəcəm ki, bu həyata keçsin. Aydındır ki, gələcəkdə baş tutacaq üzbəüz danışıqlar düşmənin mövqeyini qəbul edilməsi mənasına gəlmir. Baxın, çox açıq, çox aydın və çox qəti şəkildə bir qısa da olsa mətndir. Hər şey ağa burada buyurur, amma bəziləri tutublar, ancaq mən prinsip etibarilə başqa bir fikirdəydim. Qalanını izah etmirlər. Ondan öncəki bənddə ki, ağa buyurur ki, məsul şəxslər xeyirxahlıq və xoş niyyətlə çoxlu səy göstərdilər. Onu heç işarə eləmirlər. Ağanın buyurduğu ki, mən icazə verdim. Onu heç işarə eləmirlər. Ağa ki buyurur, mən İran xalqı ilə birgə oturub o şərtlərin həyata keçməsini gözləyəcəm. Ona heç bir işarə eləmirlər. Yalnız o mən prinsip əsasında başqa fikirdəydim sözünü aydınlaşdırırlar. Deyirsinizsə hamısını bir yerdə deyim. Və burada ağa da işarə eləyir ki, hörmətli prezident Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi öz adından və digər üzvlərin adından mən dəfələrlə qeyd etmişəm və keçmişdən bizi izləyənlər bunu bilirlər. Kimsə indi bilmirsə və ya təzə bizi izləyirsə bir daha qısa şəkildə izah etmək istəyirəm. İran İslam Respublikasının strukturlarına baxanda baxırıq ki, dövlət ki, Doktor Pezeşkan da hal-hazırda onun öncə şəhid rəisi idi. İcrası qurumdur. Parlament olur qanunverici qurum,
Və üçüncü bir qurum da var İranda, üçüncü bir qüvvə də var. O da prokurorluq, məhkəmə qüvvələridir. Bunlar üçü də ayrıdırlar, müstəqillər, heç biri bir-birindən asılıqları yoxdur, bir-birindən çəkinəcəkləri yoxdur və ölkəni idarə edirlər. Hərbi baxımından da bir ordu var, keşikçilər korpusu var və bunların hamısı. Amma biz İran İslam Respublikasının başçıları deyərək, yəni belə bir İran İslam Respublikasının qurumunu, strukturlarını və varlığını bir qurumda göstərmək istəsək, nümayiş etdirmək istəsək, başda ali məqamlı rəhbər, istər rəhmətli İmam Xümeyninin vaxtında, istər şəhid İmam Xameneinin zamanında, istər ağamız Ayətullah Seyyid Mustafa Xameneinin dövründəki yeni başlayıb, Allah inşallah onun ömrünü uzun və bərəkətli etsin. Belədir ki, başda İranın ali məqamlı rəhbəridir və sonra Ali Milli Təhlükəsizlik Şurasıdır. Bu olur İran İslam Respublikası. Kimsə aydın bilmək istəyirsə İran İslam Respublikası kimdir? Bunu bir cümlədə izah etmiyorlar. Başda Ali məqamlı rəhbər, sonra Ali Milli Təhlükəsizlik Şurası. Ali Milli Təhlükəsizlik Şurası deyəndə hamı orada var. Kimlər var? Mən elə keçmiş söhbətdə də izah etmişdim. Bir daha izah ederim. Prezident oradadır, parlament sədri oradadır, məhkəmə qüvvələrinin başçısı oradadır ki, ayrı-ayrı hamısı dedim, yəni ayrı qüvvələrdir, bir-birinin asılılıqları yoxdur. Xarici İşlər Naziri oradadır, Müdafiə Naziri oradadır, Təhlükəsizlik Naziri oradadır və Daxili İşlər Naziri oradadır. Keşikçilər Korpusunun komandiri oradadır, ordu komandiri oradadır, silahlı qüvvələrin baş komandiri oradadır, iştirak edir və ondan əlavə də Ali Milli Təhlükəsizlik Şurasının baş katibi və rəhbərin nümayəndəsi. Bunlar Ali Milli Təhlükəsizlik Şurasının iştirakçılarıdırlar və üzvləridirlər. Bu olur İran İslam Respublikası. Hamı oradadır. Yəni bütün İranda fikir verən, qanun tətbiq edən və ya qərar çıxardan insanların hamısı oradadır. Bu Ali Milli Təhlükəsizlik Şurasının tərəfindən prezident gəlib rəhbərə söz verib ki, onun tələb etdiyi şərtlər həyata keçəcək və ki, oxudum hamısını sizə. Səsvermə olur bu memoranduma Ali Milli Təhlükəsizlik Şurasında. Ki, bu memoranduma səsvermə həyata keçir ki, baş versin yoxsa baş verməsin və bu imzalansın yoxsa yox. Hamı müvafiq rəy verir və bir nəfər səs vermədən müxalif rəy verir. Və o bir nəfər kimdir təbii ki bilinmir. Amma yəni bu 12 ölkənin başçılarından 12 nəfər yığılıb, 11'i razılıq verirlər, bir nəfər orada razılıq verməyib. 11 nəfər bir səslə bu memoranduma və bu sazişnaməyə müsbət rəy veriblər. Doktor Qalibovla, Doktor Əraksi ilə cənab Pezeşkiyanı söyməklə, yəni iş bir yerə çatmır. Bunların hamısı orada olublar. Xain deyən kəslərə deyirəm. O kəslər ki deyirlər, xaindir, Doktor Qalibova xain deyirlər. Siz tanımırlar da Doktor Qalibov kimdir, necə əzəmətli bir insandır. Doktor Əraksiyə xain deyirlər. Gəlsinə cavab versinə mənim bu sualıma. Ali Milli Təhlükəsizlik Şurasında ki, İran İslam Respublikasının əsas insanları, heyəti orada iştirak edir. Keşikçilər Korpusunun komandiri oradadır, Müdafiə Naziri oradadır. Müharibəni aparan Xatamül Ənbiya qərargahının baş komandiri silahlı qüvvələrin tərəfindən orada iştirak etmişdir. General Abdullahi, o da orada iştirak edib. Ali Milli Təhlükəsizlik Şurasının baş katibi cənab Zulqədr ki, ağanın yaxın adamlarından, ağa Muştabanın öz kadrlarından olub həmişə. O da orada olub. Bunları da siz xain deyirsiniz. Onlar da bu sazişnaməyə, bunlar da bu memorandumun həyata keçməsinə müsbət rəy veriblər. Siz necə? Çox rahat şəkildə gəlib üzə məhərrəm ayrılıb. Gəlib xain adı verib çıxıb gedirlər. Sanki heç bir hadisə baş verməmiş. Xain adını verib elə rahat da keçib gedir. Elə bil ki, heç bir hadisədə baş verməyib. Doktor Əraksiyə, Doktor Qalibova. Baxın, belə hadisələr ümumiyyətlə İran İslam Respublikası təxminən 50 ildir ki, yaşayır və bu 50 ildə belə bir hadisələr çox baş verib. Belə bir hadisələr olub və sonradan peşmançılığı qalıb o sözü deyən insanlara. Amma məncə da bəsdir. Yəni 50 ildən sonra da yenidən bu səhvi yenidən təkrarlamaq, yenidən bu səhvi təkrarlamaq, yenidən bu səhvi təkrarlamaq artıq bəsdir. Bir yerdə dayanmalıdır bu. Doktor Qalibova niyə bu qədər hücumlar olur? Çünki düşmən anladı ki, 40 günlük müharibədə mən bunu qəti şəkildə sizə deyə bilərəm və harada lazım olsa bunu sübut edə bilərəm. 40 günlük müharibədə ölkəni idarə edən Doktor Qalibov idi. Deyirlər, xəyanət edir, ölkədə güc başına gəlmək istəyir və filan. Bunlar hamısı düşmən tərəfindən hallanan şübhələrdir ki, bu insanı zəiflətmək istəyirlər, psixoloji baxımından
xalqın gözündə onu etibarsız etmək istəyirlər, istəyirlər onu gözdən salsınlar, ən azından öz fikrin vırsınlar bir-birinə, onu əsəbləşdirsinlər. Və düşmən, yəni meydan dayanandan, hərbi müharibə dayanandan həmən saniyədən bunlar psixoloji müharibəyə başlayırlar. Psixoloji müharibədə çox şaxəlidir. Şaxələrindən də biri budur ki, dəyərli, effektiv və faydalı insanları, mühüm insanları xalqın gözündə xarab eləsinlər, onun fikirlərini vursunlar bir-birinə. O cümlədən Doktor Qalibov. Doktor Qalibov rəhbərdən sonra bu ölkədə ən mühüm insandır. Bunu da düşmən çox gözəl başa düşüb. Ona görə də onu bu qədər nalayiq sözlərlə təxrib etməsi kimdən? Mömin insanların əli ilə. Yəni bu kampaniya ki, Doktor Qalibovun əleyhinə gedir, düşmən tərəfindən başçılıq olunur, idarə olunur və bəzi nadan möminlər də buna qoşulub bu məsələyə gedirlər. Baxın, 40 günlük müharibədə Doktor Pezeşkan Quds gündə çıxdı çölə və xalqın içində iştirak etdi, digər müxtəlif yerlərə getdi. Şəhid Larizani hətta xalqın içində iştirak edirdi, gedirdi və müxtəlif yerə Quds gündə də iştirak edirdi. Hamı çıxdı üz qabağına və çıxdılar çölə. Bir nəfərdən başqa o Doktor Qalibov idi. Müharibə başlayan gündən Doktor Qalibov kameraların önündən çıxdı, təhlükəsiz bir yerə apardılar onu. 20 gün müharibədən sonraya qədər. Bu insan heç yerdə görünmədi, bu insan heç yerdə çıxmadı və niyə? Çünki mühüm insandır. Niyə? Çünki ölkəni müharibə vaxtında idarə etdi və çox düzgün də idarə etdi. Və çox düzgün şəkildə də idarə etdi. Həm 40 günlük müharibədə, həm müharibədən sonra. Və hal-hazırda da ölkənin ən tali yüklü məsələsi bu danışıqlardır. Heç kim bunu inkar edə bilməz. Müharibə bitib və İran xalqının bu müharibədən gördüyü ziyanları almaq üçün, İranın hüquqlarını dirçəltmək üçün danışıqlara gedirlər və bu danışıqlara başçılıq edən insan da Doktor Qalibovdur. Ən mühüm məsələ hal-hazırda, ölkənin ən tali yüklü məsələsi də hal-hazırda bu danışıqlardır və ona da başçılıq edən yenə Doktor Qalibovdur. Belə bir mühüm insanı bunlar istəyirlər ki, psixoloji müharibə ilə gözdən salsınlar, onu aşağılasınlar. Düşmənin kampaniyasıdır bu. Mütləq düşmənin kampaniyasıdır. Dediyim kimi, 50 il tarixdə yəni bu hadisələrdən çox baş verib. İnqilab baş verəndə təzə inqilab baş vermişdi ki, Şəhid Behişti ki, təbii ki, aydındır ki, çoxlarınız onu tanıyırsınız və tanımayanlara da tövsiyə edirəm ki, onun haqqında mütaliə etsinlər. Çox əzəmətli insan olub, çox dahi bir insan olub. Şəhid Behişti bir İslam partiyası yaranır orada və onun sədri idi. O partiyanın binasındaydı ki, 10 minlərlə insan gəlib orada yığışmışlar. Özləri mömin bilənlər, özlərini inqilaba sadiq bilənlər, özlərini İmam Xümeyninin əsgərləri bilən insanlar idilər. Yığışmışlar partiyanın qabağında mərg bər behişti, mərg bər ölüm ölsün behiştiyə, ölüm ölsün behiştiyə şüarı verirdilər. Şəhid Behişti haqqında dedilər ki, dünya malında gözü var, o özü üçün sərvət yığır, satqındır, filandır və bütün bu sözləri Şəhid Behiştiyə nisbət verirdilər və deyirdilər. Bir gün onun binasının qarşısında ki, bunlar toplanmışdılar. Çox dəhşətli bir söhbətdir bu. Zəng edir İmam Xümeyni ilə danışmağa və o telefon trubkasını tutur çölə və İmam Xümeyni deyir ki, qulaq asın ağa. Mərg bər behişti, yəni ölüm olsun behiştiyə şüarı verirlər. Deyir, mən ruhdan düşməmişəm, mən məyus olmamışam, amma elə zənn edirəm ki, xalq belə istəyir ki, mən istefa verim, xalq elə istəyir ki, mən olmayım, icazə versəz mən istefa verim. İmam Xümeyni orada çox əzəmətli bir cavab verir. Allah'ın olsun, mən çox təsirləndim bunu eşidəndə. Buyurur ki, Şəhid Behiştiyə İmam Xümeyni deyir. Deyir ki, əgər bütün dünya yığışsa və ölüm olsun Xümeyniyə desə, zərrə qədər öz yolumda tərəddüd etmərəm, zərrə qədər özümə yoluma şəkk eləmərəm və öz yolumu davam edərəm. Əgər bütün dünya gəlib var olsun Xümeyni desə belə, zərrə qədər özümə aramlıq tapmaram, özümə arxayınlaşmaram və həmən yolumu yenə davam edərəm. Allaha xatir öz işimi görərəm, xalqın dediyinə, cəmaatın dediyinə görə yox. İmam Xümeyni belə bir tövsiyə edir Şəhid Behiştiyə. Və sonra da Şəhid Behişti şəhid olandan sonra həmən insanlar ki, gəlib onun binasının qarşısında durub ona ölüm arzulayırdılar, ağladılar, başlarına çırpırdılar, başladılar tövbə eləməyə və ondan halallıq istəməyə. Gərək şəhid olsun ki, onun qədrini bilsin cəmiyyət. Bu nə anlamdır? Şəhid rəisinin dönəmində, şəhid rəisidən gözəl bir insan kim tanıyır? Şəhid rəisi ağanın ən sevdiyi prezident idi. Şəhid İmam Xameneinin ən sevdiyi prezident idi. Necə ki, şəhid olanda İmam Xamenei buyurdu ki, şəhid rəisi üçün ürəyim yandı. Yəni, onun məzlumiyyətindən deyir ki, ona yazığım gəldi.
Ağa belə bir söz istifadə edir. Niyə? Həsən Ruhani, Zərif və bu qərb yönümlü insanların ona dedikləri şər iftiralara görə deyil ki, onu hamıya deyirlər. Şəhid Rəisiyə pis deyənlər və ağzına gələn deyənlər həmən insanlardır ki, bugün Doktor Qalibafın əleyhinə danışırlar. Həmən insanlardır. And Allaha həmən insanlardır. Şəhid Rəisi haqqında biri də var idi, siz də xatırlayırsınız. Azərbaycanla münasibətlərin yaxşılaşdığına görə Şəhid Rəisinin vertolyotu qəzaya uğrayanda götürüb yazmış ki, rəisi öz əməllərinin cəzasına çatdı. Şəhid Rəisinin belə bir ifadələrlə aşağılamaq istəyirlər, təhqir etmək istəyirlər. Və indi həmən insanlar, mən baxıram daxildə, həmən insanlar Şəhid Rəisidən danışanda elə danışırlar ki, sanki bu ömür boyu Şəhid Rəisinin müdafiəçisi olublar. Digər bir misal deyim buna. Doktor Larizani. Doktor Larizani bizi izləyənlər bilirlər ki, müharibədən öncədən bəri biz tək danışanda ya podkastlarda Rıza Kazimi ilə nə qədər Şəhid Larizanidən danışırdıq, müsbət mənada ondan danışırdıq, Livandakı onun addımlarından, işlərindən. Şəhid Larizani burada qumda gəlir xanım Məsumən hərəmində çıxış edəndə, buradakı bəzi din xadimləri, tələbələr, ruhanilər başlar onun üstünə möhür atırlar, bu ruhanilərin geyindiyi məxsus ayaqqabılarla nəlinlərini atırlar və onun söhbətini yarımçı qoyub onu çıxarlar. Sonra deyirlər ki, sən qərb yönüllü insansan, satqınsan, filansan, bəhmansan. Hal-hazırda şəhid olub, həmən insanlar gəlirlər o məzarın qarşısına dururlar və bilmirəm, üzləri gəlir ona desinlər ki, şəhiddən halallıq diləməyə üzləri gəlir, yoxsa yox, bilmirəm. Həmən insanlarla hal-hazırda Doktor Qalibaf haqqında danışan. Şəhid Larizani haqqında nə deyirdilər? Deyirdilər ki, oğlu İngiltərə vətəndaşıdır və orada yaşayır. Şəhid Larizani oğlu ilə bir yerdə bərabər şəhid oldu Tehranda. Oğlu İngiltərədə yaşayır, İngiltərə vətəndaşıdır, casusdur, filandır, bəhman bu sözləri deyən insanlar indi utanmırlar öz sözlərindən ki, həmən insan oğlu ilə birgə eyni evdə xidmət edərkən müharibənin ortasında şəhid oldu. Doktor Qalibaf haqqında da düşmən hal-hazırda bütün gücünü qoyub onun haqqında belə pis şeylər çıxartma. Niyə? Çünki bilir ki, təsirli insandır. Niyə? Çünki bilir ki, Ağa Muştabanın ən güvəndiyi insandır. Çünki 40 günlük müharibədə ölkəni o idarə etdi. 40 günlük müharibədən sonra da oydu və hal-hazırda danışıqlara və bu heyətə başçılıq edən insan da odur. Əgər ikinci bir insan olsaydı, çıxıb deyərdi, bunlar nə istəyirlər? İstəyirlər ki, Ağa Muştaba çıxsın və desin ki, ay cəmaət, nə danışırsınız? Bu insanın mən güvəndiyim insandır, mən etibar edədiyim insandır. Sonra and olsun Allah, həmən insanlar çıxıb Ağa Muştaba haqqında başlayacaqlar pis-pis şeylər danışmağa. Bunlar həmən insanlardır. Düşmən tərəfindən hidayət olunur. Düşmən, mən yenə də qeyd edirəm, düşmən tərəfindən, Amerika tərəfindən, İsrail tərəfindən və onların kəşfiyyat qurumları tərəfindən idarə olunan bu psixoloji bir müharibədir ki, bu insanlara qarşı gedir. Danışıqlar heyətinə başçılıq edən 3 nəfərdir. Başda Doktor Qalibafdır, sonra Doktor Əraqçıdır, sonra cənab Doktor Baqir Kənidir. Doktor Baqir Kəni Ağa Muştabanın çox güvəndiyi və çox hörmətlədiyi insanlardan biridir və dəqiq xatırlamamda da Ağı ilə də qohumçuluğu da var. Şəhid rəhbərin də çox güvəndiyi insanlardan biridir. O da başçılıq edir. Nə oldu? Mən həqiqətən sualdır. Yəni bu 3 nəfər bu heyətə başçılıq edirlər. Qalibaf xaindir, Əraqçı xaindir. O üçüncüyə siz bir şey deyə bilmirsiniz, yoxsa cəsarətini çatmır ona bir şey deməyə. 3 nəfər də gedirlər. Bu 2 nəfər xaindir, o bir nəfər xaindir, yoxsa ona xain deməyə cəsarətiniz çatmır. Nə məsələdir? Necə olur bu? Baxın, mən xahiş edirəm sizdən ki, siyasi bir məsələni araşdıranda, siyasi məsələlərə baxaq, faktlara baxaq, məqalələrə baxaq, hansısa mühüm insanların dediklərinə baxaq, rəvayətlərə baxaq, tarixə baxaq. Kiminsə durub yuxu görür, sabaha başlayır o yuxu haqqında danışmağa, elə şeylərə etina etməyin. Yuxu görür, sabah deyir ki, İraq xalqı belə olacaq, İraq da elə olacaq. Elə şeylərə etina etməyin. Əsas məsələlər bunlardır. Mən dünən xəbər oxumaq istəyirdim və Foreign Affairs saytında, jurnalında çox mühüm bir məqalə gördüm və onu indi sizə qeyd etmək istəyirəm. Baxın, Foreign Affairs haradır? İlk öncə onu deyim. Amerikada, New York City'dədir və Amerikanın xarici siyasət elitasının və əsas siyasət quruluşunun baxışlarını əks etdirir. Yəni bunlar nə demokratlara bağlıdırlar, nə respublikaçılara bağlıdırlar. Bunlar ümumiyyətlə nədirlər? Amerikanın xarici siyasətinin və əsas elitanın fikirlərini əks etdirən bir saytlar və bunlara sarı media demək olmaz. Bu Amerikada çox mühüm jurnallardan biridir. Bir yazı yazmışdı. Dəqiq ifadəsini indi mən üzdən oxuyuram siz üçün. İran müharibəni udub, amma mümkündür ki, sülhdə məğlub olsun.
Çox mühüm məqalədir. Deyir ki, müharibədə və hərbi baxımından İran qalib gəldi 40 günlük müharibədə. Burada heç bir şübhə yoxdur. Amma ola bilsin ki, bu sülhü və sülh müddətində bu danışıqlarda məğlub olsun. Və burada buyurur ki, üzr istəyirəm, deyir ki, müharibə meydanında qələbə məhz müharibədən sonraki qələbə demək deyil. İranda hal-hazırda təhlükələr var və təhlükələri 5 hissəyə bölür. 1. İran daxilində ixtilaflar yaranır. Düşmənin hesablamaları odur. Ya baxın ki, İran daxilində bir ixtilaflar yaransın və o ixtilaflardan istifadə etsin. Deyir ki, xarici hücum və təhdiddən sonra İran daxilində yaranan siyasi ixtilaflar. Bu səbəb olur ki, İran sülhü uduzsun. 2. Müxtəlif partiyalar Amerika ilə sazişin və onun necəliyi haqqında olan mübarizələri. Partiya, baxın, siyasi oyunlardır. Siyasi oyundur ki, bu gəlib televiziyada çıxırlar, nə bilim, orada, burada və digər yerlərdə. Mən onları çox da böyük göstərmək istəmirəm. Yəni, həqiqətən də hədəfim o deyil. Gəlirlər, ay belə satqınlıq olub, ay burada bu sazişnamədə filan məsələ olub. Həmən insanlar 2023-cü ildə Amerika ilə getdilər və danışdılar. Amerikanın 5 ya 6 məhbusu var idi ki, Amerika təhvil verəcəkdilər. 6 milyard dollar İranın bloklamış pullarını azad edəcəkdilər. 5-6 nəfər də Amerika verdilər, bloklanmış pullar gəldi Qətərdə, yenidən donduruldu, yəni bloklandı, heç də olmadı. Amma onlar həmən zaman elə danışırlar ki, böyük nailiyyət əldə ediblər. Həmən partiyada bu dəqiqə gəlib bu sazişnaməyə irad bildirirlər. Ağanın o cümləsindən ki, mən prinsipə əsasən başqa fikirdə idim, ondan da sui-istifadə edirlər. Düşmənin istədiyi hədəfləri bunlar gəlib orada həyata keçirdirlər və bu çox qorxulu bir şeydir. Və bu üçüncü. 4 deyir ki, iqtisadi fürsətlər ki, yaranıb, sanksiyaların azalmağı vasitəsilə və sair məsələlərdə onları içəridəki daxili davalarla əldən versinlər, itirsinlər və o fürsətlərdən istifadə edə bilməsinlər. Və sonda deyir ki, xalqın bu danışıqlardan gözləntilər olacaq ki, iqtisadi baxımından yaxşı nailiyyətlər əldə olunsun və o nailiyyətlər əldə olunmasın və sonda deyir ki, danışıqlarda məcbur olsunlar, bunların hamısı olandan sonra danışıqlarda məcbur olsunlar ki, Amerika tərəfinə daha çox imtiyaz versinlər. Foreign Affairs ki, dediyim kimi çox mühüm yerdir və çox mühüm bir jurnaldır Amerikada. Amerika xarici siyasətinin elitalarının tərəfindən yazılır bunlar. Onlar buna göz dikiblər ki, İranda daxildə bir ixtilaf yaransın və bu ixtilaf vasitəsilə danışıqlarda daha çox imtiyazlar əldə etsinlər. Kim buna xidmət edirsə, artıq çox ciddi suallarla üzləşir ki, niyə bu xidmətlərə istifadə edir? Və danışıqlar, mən çoxlarını gördüm ki, əziz izləyicilərdən çox haqlı və çox doğru və çox yerində sualları var idi və deyirdilər ki, Amerikanın bu danışıqlara və bu sazişə heç bir etinası yoxdur. Deyirlər ki, düzdür, hamısı İranın xeyrinə yazılıb 14 bəndin. Deyirlər ki, düzdür, 14 bəndin hamısında İranın mövqeyə daha güclüdür, hamısı İranın mənafeyinə uyğundur. Amma Amerika, xüsusilə də Donald Trump üçün bu etinasızdır və necə ki, bundan öncəki sazişnaməni götürdü, imzaladı. Üzr istəyirəm, cırdı və atdı qırağa. BMT-nin təzmini ilə olan bir sazişnaməni götürdü, atdı qırağa və cırdı. Çox düzgün, çox yerində və çox belə dəqiq bir iraddır. Və onun izahı da danışıqların özündən də mən deyə bilərəm sizə, Doktor Qalibovun sözlərindən də deyə bilərəm və sonra bu günə də bunu gələk tətbiq edə və görək ki, həqiqətdə baş verir, yoxsa yox. Baxın, 13-cü bənddə, danışıqlı o bəndlərdə deyir, bu anlaşma memorandumu imzalandıqdan sonra və onun 1-ci, 4-cü, 5-ci, 10-cu və 11-ci bəndlərinin icrasına başlanması ilə eləcə də həmin tədbirlərin davamlı şəkildə yerinə yetirilməsi şərti ilə İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları yekun sazişlə bağlı danışıqlara yalnız qalan bəndlər üzrə başlayacaq. İran deyir ki, birinci bənd nədir? İran, ABŞ və müttəfiqləri bütün cəbhələrdə müharibəni daimli dayandırırlar, o cümlədən Livanda. 4-cü bənd nədir? Deyir, ABŞ dəniz mühasirəsini ləğv edəcək və bölgədəki hərbi qüvvələrini geri çəkəcək. 5-ci deyir, İran Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizlik keçidinə təmin edəcək. Və 10-cu deyir ki, ABŞ İranın neft və neft kimya məhsullarının ixracına icazə verəcək, yəni o sanksiyaları aradan götürəcək, müvəqqəti. 11. İranın dondurulmuş vəsait və aktivləri istifadəyə çıxılacaq. Yəni bunlar həyata keçəndən sonra növbəti məsələlərdə həyata keçir. Yəni əgər bu sazişnamə imzalanırsa və Donald Trump etina etmir və əməl etmirsə, kim itirir ortada? Heç kim. İran nə itirir ortada? Heç nə.
Doktor Qalibov da çox gözəl bir mövqe bildirdi burada. Deyir ki, baxın mən diplomat deyiləm. Doktor Ərakçı və ya Xarici İşlər Nazirliyindəki o əməkdaşlar kimi diplomat deyiləm. Deyir, mən əskərəm. Mən hərbiçiyəm. Mən də bu şərtləri hərbiçi olaraq həyata keçirəcəm. Yəni nə? Yəni baxın, hal-hazırda vəziyyət nədir? Hörmüz boğazı açıqdır. Xeyr, İran Hörmüz boğazını açmayıb. Niyə? Livandan geri çəkilməyə qədər. Livanda İsrail ordusu nə qədər elədi ki, geçsin orada irəliləyiş etsin, bu atəşkəsə axır atəşkəsə məcbur oldu. Hal-hazırda atəşkəs bərqərardır Livanda. İran yenə qane deyil və deyir ki, gərək Livanın bütün ərazisindən geri çəkilsinlər sərhəddən arxaya. Hörmüz boğazı açılmayıb. İranın yəni Hörmüz boğazından gedir də bütün dava. Donald Trump'ın bütün dərdi Hörmüz boğazıdır. Hələ açmayıb İran onu. Açdı neçə saatlıq yenidən bağladı elə ilk gündə. Livan məsələsinə görə Amerikanın tətbiq etdiyi dənizdən olan mühasirəyə götürülüb, İranın hal-hazırda həm nefti çıxır, 32 milyon barel bu neçə gündə İran neft satıb. Nəfəsdir. Baxın, bunlar hamısı müharibədən çıxmış bu iqtisadi vəziyyətdə nəfəs alır İran. 3 dəniz blokadası gedir və neft satılır və İranın lazım olan strateji məhsullar daxil olur. Bu günləri baxdım ki, ikinci böyük konteyner daşıyan gəmi İrana daxil oldu və İranın lazım olan məhsullarını gətirdi. O dediyim nəfəs və istirahət həyata keçir. Və sonda İranın bloklanmış pullarından müəyyən miqdarda azad olunur və digərlərinin azad olması haqqında danışıqlar gedir. Baxın, hal-hazırda kimin xeyri nədir? İranın. Və əgər Donald Trump icra etməzsə, kimin ziyanı olacaq? Amerikanın. Niyə? Çünki Hörmüz boğazı İranın əlindədir. Lazım olan vaxtı bağlayacaq. O ki, deyirlər ki, Trump'a stat gətirirlər ki, Trump demişdi, bir ayda bağlı qalsaydı biz çökəcəkdik Hörmüz boğazı. Niyə İran imzaladı? İran əgər o çöküşü ki, Donald Trump'ın dediyi çöküş nədir? Strateji neft anbarlarının tam boşalması və böyük, dəhşətli şəkildə dünyada inflyasiya. Əgər İran onu istəsəydi, elə 40 günlük müharibə də eləyə bilərdi. Babul məndəbi bağlamaqla, Qırmızı dənizi od alovu çəkməklə, Hörmüz boğazını tam şəkildə bağlamaq məhdud şəkildə açıq idi. Tam şəkildə bağlamaqla, Fuceyrəni və Ommanın neftini də dayandırmaqla İran 40 günlük müharibədə bu işə həyata keçirə bilərdi. İstəmədi. Niyə? Baxın, İran ayrı planetdə yaşamır. İran da bu yer kürəsindədir və burada digər ölkələr də burada ziyan görürlər və İran da digər ölkələrlə öz iqtisadi əlaqələrin, dostluq əlaqələrin, strateji əlaqələrini qorumaq istəyir. Çin var, Pakistan var, Türkiyə var, digərləri var ki, İran onlarla dostluq, qonşuluq əlaqələrini məcburdur saxlasın. O dünyanı çökməyi bu müttəfiqlərinə də ziyan olur. İran yalnız Amerikanı çökürdü, bu yerə gətirib çatdırmağa qədər təzyiq göstərirdi. Vur amma öldürmə siyasəti. Və o ki, Amerika prezidenti deyir ki, İran bir aya biz o həmən yerə çatdıracaqdır ki, biz bütün məhv olaq. İran istəsə bu gün başlasa əgər həmən müharibəyə, bir aya təzən həmən yerə çatdıra biləcək. Çünki dünyanın nefti İranın kontrolundan keçir. Dünya nefti İranın raketlərinin atəş altında ola bilər. Və növbəti məsələ ki, deyirlər ki, düşmən gedib nəfəs alır, özünü yeniləyib təzədən gəlmək istəyir. Siz dəfələrlə bunu demişəm. Baxın, hərbi baxımından heç kim deyə bilməz ki, biz İranı zəif göstərmək istəyirik. 40 günlük müharibənin birinci günündən bu günə qədər həmişə sizə hərbi analizlər də vermişik, texniki baxımından detallara qədər hansı raketlərin, hansı puaların, dəniz minalarının, Amerika bazalarının öz infrastrukturları hərbi baxımından hamısını biz izah etmişik də. Amerika və düşmən tərəf əgər yeni nəfəs alırsa, baxın bu müharibə 40 günlük müharibə başlamamışdan öncə bütün dünya səhv bir anlayışla elə güman edirdi ki, İran 4 gün də dözə bilməz Amerika qabağında. O qədər ki, Amerikanı güclü bilirdilər. Dünyanın ən böyük ordusudur, dünyanın ən böyük büdcəsi olan ordusudur. 1 trilyon dollar bulan illik büdcəsi var. Qarşı tərəfdə isə bir İrandır ki, asimetrik müharibə ilə özünü saxlaya bildi. Əgər qarşı tərəfin bu nəfəsə və özünü yeniləməyə ehtiyacı varsa, niyə İran güman edirsiniz ki, yeniləməyə və nəfəs almağa ehtiyacı yoxdur? Yalnız bir balaca misal deyim sizə. Baxın, İranın nə qədər raketi var, İranın nə qədər strateji məhsulu var, bunlar hamısı sirdir. Yəni, raket şəhərciklərində, o yer altında nə qədər raket var ümumiyyətlə, heç kim bilmir. İranda 2-3 nəfər adam bilir. Hər raket şəhərciyin öz komandiri var ki, özü bilir ki, nə qədər raketi qalıb, nə qədər istifadə edir və s. Amma bütün İranda və bütün İranın nə qədər raketi, nə qədər puası, nə qədər silahı qalıb, 2-3 nəfər adam bilir və rəhbər bilir. Hardan bilirsiniz ki, İran o baxımından özünü yeniləməyə ehtiyacı yoxdur? Baxın, bu raketlərin hamısı yerin altındadır. 40 gün müharibədə ağır bombalarla, neçə tonluq bombalarla bunun girişlərini vurub. Məsələn, 30 dənə girişi varsa, hamısını vurublar.
şəhərcilərin özlərinə və raketlərə heç nə olmayıb, amma giriş-çıxışlarını bağlayıblar və o raketlər qalıblar orada. Bəzilərini o qədər ağır vurublar ki, onları 20 gün gecə-gündüz işləməlidirlər ki, o qapıları açsınlar, təzədən raket çıxarda bilsinlər çölə. Belə bir faktlar var ki, biz hardan bilək ki, İranın bu nəfəs almağa daha çox ehtiyacı yoxdur. Misal olaraq deyim sizə ərzaq. Baxın dənizdə blokada yaratmışlar. İran Xəzərdən və qonşu ölkələrdən yerlə öz strateji məhsullarını gətirməyə. Amma 40 günlük müharibədə sizə bir misal deyim. Qəzvin şəhəri, böyük şəhərdə deyil, balaca bir şəhər. Qəzvin şəhərində bir eskalatorda 1200 ton toyuq saxlanırdı ki, indi yaymaq üçün şəhərdə və xalqın qidası üçün ki lazım idi, satırdılar ki, bazara çıxardırdılar. 1200 ton saxlanan bir eskalatoru bombaladılar və vurdular. Harda İranın qida, strateji məhsulları, benzin, çənə, harda tapırdılar, vururdular ki, İranda qıtlıq yaransın, boşluq yaransın. Bunları yerini doldurmaq lazımdır, bunların hamısını. Hardan bilirsiniz ki, İranın bu nəfəsə daha çox ehtiyacı yoxdur? Dünyanın ən böyük ordusuyla vuruşub. Özünü dünyanın sahibi bilən bir hegemonla vuruşub və onu məğlub edib. Təbii ki, bunun da nəfəsə ehtiyacı var. Və bura qədər belə idi. İnşallah ki, faydalı olmuş olsun. Əziz izləyicilər, Məhərrəm ayının əzadarlıqlarında və ibadətlərinizdə bizi unutmayın. Allah ordusu üçün və İslam ordusu üçün də dualarınızı əsirgəməyin. Bugünlük bu qədərdir. Sizi böyük və mehriban Allaha tapşırıram. Allah'a emanet olun.